Salam əziz dəyərli izləyicilər. Bugün sizə tərəzi bürcünü təqdim edirəm əzizim. Bax əziz tərəzi, biraz ruh halın değişikliyi var. İstədiyin yola davam edəcəksən. Son vaxtlar həyatında balansı pozulmuş kimidir. Ya həddindən artıq verən tərəf olmusan, ya da öz hisslərini ikinci plana atmısan. Sən hər şeyi sakit göstərməyə çalışırsan, amma daxilində yorğunluq, qərarsızlıqlar yığılıb əzizim. Bir yola gedirsən, bir aydınlıq var. Çətinlik olsa da belə, bəzi çətinliklərdən keçərək əzizim, avqust ayında, bax avqust ayında tam parlama olacaq səndə. Özü də o qədər sevincin olacaq ki, nə yaxşı ki oldu deyə biləcəksən bəzi məsələlərə görə. Bax, yarımçıq aypara şəkli. Bu tamamlanmamış hisslər, bağlanmamış mövzular deməkdir. Keçmişdən gələn bir enerji hələ sənin ruhunda qalıb. Bu həftə həmin insan, həmin mövzu yenidən gündəmə gələ bilər. Elə bir ki, bax, bir qapının açılması, açar. Bir qapını açmaq istəyirsən. Uzun müddətdə anlamadığın bir məsələ var. Bu həftə aydınlaşdıracaq. Onu aydınlaşdıracaqsan. Artıq bəzi insanların əsl niyyətini hiss etməyə başlayacaqsan əzizim. Bax, evdə əgər ailədə bir sıxıntı, bir sağlıqla əlaqəli problem varsa, bəlkə də həyat yoldaşındır, bəlkə də babandır, atandır. Avqust-sentyabr aylarında yaxşılaşmağa doğru gedə bilər. Bax, sənə elə bir oğlaq, buğa, qız bürcündən bir qismət, bir güc gəlir. Elə bir, bəlkə də bir dəstək də ola bilər, bir sponsorluq da edə bilər sənin üçün. Aşman gərəkən olduğun bəzi əksikliklər var ki, o yolları aşacaqsan. Sənətlə, evlə əlaqəli bəzi sənətləri düzəldəcəksən. Düşündüklərin çox diqqət. Düşüncələrinə də, yuxularına da diqqət et. Biraz düşüncələrinə diqqət et əzizim. Bir işarə var elə bir. Bax, yuxuda gördükləri və yenə deyirəm ki, biraz diqqət et, gələn işarələr yuxunda ola biləcək. Hisslərin çox vicdanlıysansan, hisslərin çox güclüdür, mərhəmətlisən, zehnin biraz qarmaqarışıqdır, qərar verə bilmirsən, çıxa bilmədiyin bir qərarsızlıqdan çıxa bilmirsən. Dəqiqlik, elə bir dəqiq bir söz, dəqiq bir qərar verə bilmirsən. Amma qorunursan əzizim, bir aldadılma olacaq, ona biraz diqqət et. Sənə xəyanət edən insan çıxacaq. Ola bilər dostundur, yaxınındır, bir sənə xəyanət edə bilər. Amma özünə güvən. Başarıqlısan, yalan dolan bir çevrəndə ayın 23-nə biraz diqqət et, çevrənə də diqqət et, dostlarına da, arxadan gedən işlər ola bilər. 3 ildir sanki ürəyində parçalanmış, elə bir yer yoxdur artıq, çox sıxıntıların olub əzizim, bəzilərinizin. İstədiyin kimi getməyən işlərin olmuş. Bir sevgi sənin həyatında canını incidə bilər, sıxa bilər. İyun ayında bir başarığı əldə edə biləcəksən, bir şeyi gerçəkləşdirə biləcəksən. Bax, burada bir gizli qapı açılacaq. Bəzi məsələləri sən aydınlaşdıracaqsan. Bir seçim, bir dəyişim edəcəksən. Həyat səni iki fərqli istiqamət arasında qoya bilər. Bir tərəf rahat görünür, digər tərəf biraz qorxulu, naməlum. Amma fincan göstərir ki, ruhunu dəyişdirəcəksən. Yol məhz qorxduğun istiqamətdədir əzizim. Bu həftə hər kəsi razı salmağa çalışma. Sən çox vaxt insanların hisslərini düşünürsən, özünü geri çəkirsən. Amma artıq özünü düşünmək həftəsidir əzizim ki, yəni özünü düşün əzizim. Bax əzizim, burada sənin ətrafında sənə qısqananlar var. Sənə düşmən deyil, amma rəqabət, qısqanclıq var. Sənin haqqında danışanlar var. Bəzi sözlər qulağına çata biləcək sənin. Bir qadın enerjisi görünür. Sənə qarşı həm maraq edir, həm özünü müqayisəyə qoyur səninlə birlikdə ki, yəni
necə, nə cür? Qısqanclığı var, gərginlik var sənin özündə də. İki fərqli enerjin var. Biri keçmişdən gəlir, qarışıq hisslərin var. Digərsə yeni bir tanışlıq ola bilər həyatında. Ailə münasibətində ətrafında işıq görünür. Ailənin səni qoruyan enerjisi olduğunu göstərir. Evin ətrafında da kölgə var. Bu danışılmayan inciklik, içində inciklik var, yorğunluq var, danışılmayan sözlərin var əziz tərəzi içində. Bu həftə ailədə emosional bir söhbətlər ola biləcək. Çox şeyləri içində saxlamısan. Valideynlə bağlı bir sevgi, bir məsafə enerjiləri var. Sənin daxilin yorulub əzizim. Qohumlarla bağlı bir görüşün, uzaqdan gələn bir xəbər ola bilər. Bir sakitlik var, amma çevrəndən eşidəcəyin maraqlı bir xəbər də gələ bilər. Ürəyindən keçənləri tək sən özün bilirsən. Yəni sən tək özün çəkirsən bəzən dərdini. Baxırsan ki, insan var ki, nə ahı var, nə dərdi var. Amma mən içimdə dərdi daşıyıram deyirsən. Kimə can deyirəm, ürəyimdən vurur. Saf olduğumdan, yəni ürəyimdən vururlar. İnandıqca aldanıram. Heç kimə pislik etmirəm. Mən susaraq, unutmağı, yaşayaraq, anlamağı, güvənərək, aldanmağı, sevərək itirməyi öyrənmiş bir insan üçün yalnızlıq dərd deyildi deyirsən. Yəni sən çox şeylər gördün, sən çox şeylərdən keçdin əzizim. Bəzən tənhalığa çəkilirsən. İnsanlardan və ətrafından, sevdiklərindən qeyri-adi şeylər istəmirsən ki. Heç kimi sən yormadın. Özün üçün yaşamadın. Amma güclüsən. Deyirsən, mən güclüyəm, nə olsun ki, şansım olsaydı xoşbaxt insan olardım, güclü yox. Bir diplom, bir sertifikat əlinə alacaqsan. Zəif nöqtələrvi çalış göstərmə. Çünki ətrafında nankor insanlar var. Maddi mənəvi sən yorulub biləcəksən bu həftə. Gözləmədiyin görüşlər ola bilər. Birisinə zamana buraxmısan, elə bir məsafə var aranızda. Aranızda qısqanclıq, qırğınlıqlar yaşandı. Amma hər şeyi danışaraq həll edə bilərsiniz. Maddiyyatla əlaqəli bir rahatlanma ola biləcək, bir yüksəlmə ola biləcək, üzün güləcək. Evlə əlaqəli məsələlər var. Yalnız insana aşiq ola bilərsən. Buna da diqqət et, əziz tərəzi. İstədiyin kimi bir insan sənin həyatına girə bilər, sən buna səbr et biraz. Üçüncü şəxslərə də diqqət et. Yanlış anlaşmamazlıqlar ola bilər ətrafında insanlarla. 22-sində bir də 18-nə maddiyyatla əlaqə əlinə pul keçə bilər. Bəlkə də müştərilərin satışını arta bilər, müştərilərin arta bilər. Hər şeyin qarşılıqını alacaqsan. Dərin bağlar qura bilərsən bəzi insanlarla güclənərək. Ayağının üstündə dimdik duracaqsan. Dönüşümlər olacaq həyatında. İşini sevərək edəcəksən. Sağlam addım atacaqsan. Dürüstlük istəyirsən həyatında. Dostluqda da dürüstlük istəyirsən. 2 nəfər sənə yaxın olacaq, biri uzaq olacaq. Bu da sənin dostun, yaxının, güvəndiyin insandır. Yəni onun enerjisinin dəyişməyini görəcəksən. Amma bəzi insanlara artıq əvvəlki kimi yaxınlaşmaq istəməyəcəksən. Çünki daxilində dəyişiklik daşıyırsan. Sənə fərqli baxışlarla baxanlar ola biləcək. İş, karyera sahəsində yüksəlişin, pilləkənlər qalxırsan, yüksəlişindir. Düşündüyün bir dəyişiklik edəcəksən. Bəlkə də sənə uyğun bir enerji də ətrafında ola biləcək. Sənə təkliflər gələ bilər, amma burada tərəddüd var biraz. Sən özünü tam hazır hiss etməyə bilərsən. Fürsət olacaq, dəyişiklik yarana biləcək. Əlinə yavaş-yavaş xırda-xırda pullar gələcək, amma xərclər də eləyəcəksən. Bir ailə içində ola bilər, alış-veriş edəcəksən. Bəlkə də övladın varsa, övladınla əlaqəli qürur duyacaqsan, onlar üçün də xərc edəcəksən, onların uğruna sevinəcəksən. Amma onların emosional vəziyyətinə də sən çalış bu həftə, diqqət et övladların varsa. Hiss etdiyin bəzi şeylər sonradan doğru çıxacaq, əziz tərəzi. Hər kəslərinə də, burada xəbərdarlıq çıxdı fincanda, yəni enerji və hər kəslə paylaşma. Hər kəsə planlarını açma. Sən hansı planı açırsan, sirri açırsan, söyləyirsən, o işin alınmır. Bax, yoxla, bax, alınmır əzizim. Sağlamlıq tərəfdən də çalış, özünə fikir ver. Bax, mədə, bağırsaq,
dalaqda ola bilər ağrılar, mədə altı da ola bilər ağrılar, öt tərəfdə problemin ola bilər. Bəzinizdə bəlkə də gedib yoxlatsınız, bir surpriz kimi daş da var orada xırda, bəzinizdə hamıya aid deyil əzizim. Böyrəkdə bax kistlər, bəzinizdə bax baxmırsınız. Gedin yoxladın əzizim. Arada adi sancı o varsa da gedin yoxladın əzizim. Cümə günü gecəsi uzanış, ya şam yandır, ya yandırma, elə belə suya baxaraq. Mən həyatımda balans yaradıram. Mənə aid olmayan bütün ağırlıqları məndən uzaqlaşır. Mən öz yolumu görürəm və öz yoluma davam edirəm. Yəni bu sözləri deyin, sonra da sakitcə hər bir şey gözünüzü yumaraq təsəvvür edin, yaxşıya doğru gedir işləriniz. Bu həftə də sənin üçün həqiqət və balans həftəsidir. Həyat sənə bəzi insanların hadisələri olduğu kimi göstərəcək. Bax, qonşular tərəfindən də sənə qarşı dedikodular ola bilər. Qonşuların sənə qarşı, yəni inanın ki, olmayan sözləri danışacaqlar. Yəni ya övladınızın haqqında, ya sizin haqqınızda. Ayaq ağrıları, diz ağrılarınıza fikir verin əzizim. Övladınız bəlkə də ayrılmış, bəlkə də onun bəzi işinə əlaqəli dedikoduları ola biləcək. Biraz ona diqqət edin. Valideynlə övlad arasında biraz inciklik, danışıqlar gedə bilər. Bunlar keçicidə əzizim, narahat olmayın. Əqrəb bürcündən olanla biraz ehtiyatlı olun bu həftə. Sən artıq əvvəlki kimi hər şey içində saxlamaq istəməyəcəksən. Çünki sən ruhun dəyişir. Yeni bir mərhələyə keçirsən. Ona görə əzizim. Qarşıda da sənin üçün yeni qərar, yeni enerji, daxili rahatlıq görsənir. Əsas məsələ odur ki, sən öz dəyərini unutmamalısan. Bax, avqust aylarında mı, iyul ayın uzaq bir yolu fikirləşsən, səyahət mi, harasa getmək mi, bəlkə də övladın uzaqdadır, ona dəyməyə, bəlkə də öz vətəninə qayıdıb gəzməyə getmək istəyirsiniz. Yəni yollarınız var. Bir viza məsələsini həll edirsiniz, düşünürsünüz. Bəzən ürəyin o qədər, qəlbin o qədər dolur ki, verən, mənim həmişə deyirsən, verən əlim oldu. Amma mən alan əl, yəni görmədim mənə versinlər, görmədim əl atsınlar mənə, kömək eləsinlər. Hamı üçün mən qaçdım, amma bacı da gördüm, qardaşı da gördüm, qonşu da gördüm, qohumu da gördüm. Hamısını yoxladım, hamısını gördüm. Amma özüm kimi insana rast gələ bilmədim. Bir qurbanlığım var əzizim. O qurbanlığı kəsəndən sonra işlərində yeniliklər, dəyişikliklər ola biləcək. Yəni bəlkə də nəzir demisən, qurban demisən, amma yadından çıxıb qalmış, ya imkan edə bilməmsən, inşallah ki olar. Bəzən ürəyin sıxılır, elə bir qəfəsdə kimi olursan. O ürək sıxıntıların keçib gedəcək əzizim. Sənə negativ eləyən var, sənə qonşuluqdan, bəlkə də ki yaşayırdınız orada, oradan köçmüsünüz başqa yerə, amma köhnə qonşulardan qalıb sənin sözünü danışırlar, paxıllıq eləyirlər, qibtə eləyirlər, hətta həsrət aparırlar ki, sən hardan haraya gedib çıxmısan. Amma sən nələrdən keçmisən, onu bilən olmadı, sənin ürəyi oxuyan olmadı, çox vaxt dərdini içində çəkdin əzizim. Biraz o qonşulardan biraz... Yəni münasibətin biraz kənar eləsəz yaxşıdır. Onlar hissliysən ki, sizdən əl çəkmirlər. Nə yaxşı ki, hələ oradan uzaqlaşmışsınız. Yolunda inşallah ki, əlinə yavaş-yavaş xırda-xırda pullar gələ-gələ rozunuz artmağa doğru gedəcək. Ya bir kursa yazılaraq, ya bir sertifikat əlinizə alaraq, ya bir sınağa girərək sevinəcəksiniz. Bəlkə də övladınızla sevinəcəksiniz. Arzularınız var. Deyərdim sizə ki, çox hissiyatlısınız. Nə hiss edirsinizsə də o olur. Amma ağzınıza alıb dilə gətirə bilmirsiniz. Diqqətinizə görə var olun, sağ olun.